Salamlar herkese, kanalıma hoş geldiniz. Bu videom yine yerleştirme düzen videosu olacak. Gördüğünüz gibi yine rayondan gelmişik. Çatmayan eşyaları getirebilmediklerimizi getirmişik. Bundan önceki videolarımda paylaşmıştım. Yeni bir eve köçmüşük. Yerleşme videosunu paylaşmıştım ve çok güzel izlendi, sevildi. İndi ise ikinci defa rayona gedib gələndə çatmayan eşyalarımızı getirmiştim. Onları yerleştireceğim və vlog halında çəkib sizlərlə paylaşacağım. Öncəki videoma da baxmaq istəyənlər bu videonun alt hissəsinə yerləşdirəcəm. Buradan izləyib, baxıb, əgər bəyənirsəniz bəyən işarəsi qoyub şərh yazmağı unutmayın. Öncə belə ərzaqları yerləşdirirəm. Bunların bir çoxunu elə qabında istifadə edirdim, elə də gətirdim. Bu bankalarda biz kofe alırıq. Alışveriş videolarımda da görürsünüz. 190 qramlıq kofe bankalarıdır. İstifadə etdikdən sonra kofeni belə etiketini çıxardıram. Ərzaqlarda saxlama qabı kimi istifadə edirəm. Həm şüşə olduğu üçün daha sağlıqlıdır, həm də belə dəyərləndirirəm. Keçən videomda da yazan xanımlar olmuşdu. Bəziləri hardan aldığımı, neçə aldığımı soruşmuşdular. Bəziləri isə imkan olduqca saxlama qabı alın, qablarınızı dəyişdirin yazmışdılar. Mən üçün hələ ki belə rahatdır. Rayondakı evdə də istifadə edirəm. Orada gold qapaq olanları istifadə edirdim və burada yaşıl qapaqlı olanlarını gətirdim. Məncə həm dəyərləndirirəm, həm də plastik qablara pul verməkdənsə belə şüşə qablarda daha sağlıqlı saxlamağıma dəyər.
Buranın yeri istif oldu, amma belə isti havalarda istifadə etmədiyimiz üçün istif olur, çox soyuq olur. Onun üçün belə xalça gətirdim ki, əsas oturub durduğumuz yerlərə xalça sərim, soyuqluğunun qarşısını alsın. Yerini də tozsoranladım, sildim. İndi isə xalçanı sərəcəm. Sərib bitirdikdən sonra ortalığı da yığışdırdım. Tamamilə bitirdim işlərimi və son halı da belə oldu.